yəni əşhədü ən la ilahə illallah deməklə Allaha itaət edəcəyimizə, əşhədü ənə Muhammedən Rasulullah deməklə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə itaət edəcəyimizə söz vermişik. Və mən bugün görürəm ki, uzun illər tanıdığım qardaşım, Samir qardaş, onun valideyni və ailə qurduğu tərəf Allaha və Rasuluna sallallahu aleyhi və səlləmə itaət edərək belə gözəl İslam dininə uyğun məclis qurublar. Və bu məclis bu ailənin, bu yeni qurulan ailənin xeyirli, bərəkətli olmasına səbəbdir. Çünki bu məclisdə görürsünüz, heç bir harama yol verilməyib. Bilirsiniz, içki olan yerə lənət gəlir. Və burada da əlhəmdülillah bu haramdan uzaqdır. Demək, müsəlman qardaşlarıma, ələl-xüsusda Samir qardaşıma edəcəyim nəsiyyət, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin nəsiyyətidir. Buyurur ki, hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara görə Allah qarşısında cavab verəcək. Qardaş ailə qurandan sonra artıq ailəsi onun himayəsində olacaq. Necə ki, hər biriniz, hər ailə başçısı himayəsində ailəsi var. Bəzilərinin övladları da var. Allah bizim qardaşımıza da çoxlu övlad nəsib eləsin. Onlara qayğı göstərmək onun boynuna düşən, öhdəsinə düşən vacib əməllərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizin ən xeyirliniz, diqqət edin qardaşlar, yəni müsəlmanların ən xeyirlisi, sizin ən xeyirliniz ailəsini ən çox yaxşılıq edəninizdir. Və mən sizin aranızda öz ailəmə ən çox yaxşılıq edəninizəm. Özü nümunə olub müsəlman ümmətinə. Ailənin qayğısına qalmaq xüsusunda müsəlman ümmətinə nümunə olub. Ailənin qayğısına qalmaq barədə danışsaq, gərək saatlarla danışaq. Burada olan vaxt da ona imkan vermir. Bu haqda ayrıca kitablar var, internet vasitəsilə çox sayda dərslər var, ailə haqları, qadın və kişi haqları. Hər biriniz onu ayrı-ayrılıqda tapıb öyrənə bilərsiniz, oxuya bilərsiniz, amma mən sizə ən mühüm haqdan danışacağım. Yəni kişi xeylağının boynuna düşən ən mühüm haqq. Allah subhanahu teala Quranda buyurur ki, Ya eyyuhəl-ləzine əmənu, qu ənfusakum və əhlikum nəran və quduhən-nəs vəl-hicara. Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan cəhənnəm odundan qoruyun. Bax, ən məsuliyyətli iş budur. Hər bir ailə başçısı öz ailəsini, övladlarını cəhənnəm odundan qorumalıdır. Niyə? Bu dünyada bir yerdə uzun ömür sürdükləri kimi, həyat yoldaşı olduğu kimi, ahirətdə də bir yerdə olsunlar əbədi olaraq. Sual çıxır meydana. Ailəni cəhənnəm odundan necə qorusun?